Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli İsaməddin. Bugün sizə 2026-cı ildə 10 may tarixində Naxçıvan şəhərində keçirilmiş ibtidai sinif müəllimlərinin sertifikasiya imtahan suallarını izah edəcəm. Suallara keçmədən əvvəl videomuzu bəyənin, paylaşın və kanalımıza abunə deyilsə, abunə olub bildirişləri açın ki, siz də bu izahlardan vaxtında faydalana bilərsiniz. Əvvəlcə imtahanın ümumi nəticəsinə bağlı deyim sizə. Bu bizim, yəni belə deyək də, hələ ki başlanğıc olaraq paylaşdığımız müdavimlərin siyahısıdır. Təbii ki, bu siyahı uzundur. Davamını da FES Akademi Instagram səhifəsində paylaşacağıq. 2 nəfər müdavimimiz FES Akademi müdavimi 60 bal toplayıb. Digəri də 59, 58. Təbii ki, daha çoxdur 59, 58-lər. Sadəcə bu videonu çəkmək üçün, yəni hələ ki bir 10-15 dənəsini qeyd eləmişik. Qalan bütün siyahıya həm videonun altında link yerləşdirəcəm, həmçinin də FES Akademi Instagram hesabında baxa bilərsiniz. 2 nəfər Respublika birincimiz artıq FES Akademi əjdahalarıdır və imtahan kifayət qədər normal suallar düşüb, rahat suallar da özünüz də görə bilərsiniz və indi suallarla bir yerdə tanış olaq. Birinci sualımız, Anar Muraddan 6 yaş böyükdür. Muradın 33 yaşı var. Anarın yaşının 3'te 2'sini tapın. Baxın, Muradın yaşı verilib bizə 33. Anarın yaşı bilinmir. Amma bir dənə o bilinir ki, Anarın yaşı Muraddan 6 yaş böyükdür. Deməli, Murad 33-dürsə, Anar 33 üstəgəl 6, yəni 39 yaşdır. Sonra deyir ki, Anarın yaşının 3'te 2'sini tap. 39 yaşı olan Anarın yaşının 3'te 2 hissəsi neçə olacaq? 39'u 3'e böləcəm 13, 2'ye vuracam 26. E variantı bizim doğru cavabımızdır. Bəli, bu çox, yəni kifayət qədər rahat yazıla biləcək bir sual tipidir. Yəni imtahan öncəsi, hər il imtahan öncəsi müəllimləri qorxudurlar. Onları panikaya salırlar, belə deyək də, çətin olacaq, belə olacaq. Amma inanın ki, biraz diqqətli olsanız, əgər verilən tapşırıqları vaxtında yazsanız, gedib istənilən sualı orada rahatlıqla yaza bilərsiniz. Əsas həyəcanlanmayın, özünüzə mütləq şəkildə güvənin. Torbada 8 qara, 5 sarı şar var. Torbadan bir qara şar çıxarılıb kənara qoyulur. Növbəti dəfə torbadan qara şarın çıxma ehtimalını kəsrlə yazın. Baxın, 8 qara var, 5 sarı var. 8 dənə qaradan bir dənəsini çıxarıb qoyurlar kənara, bir qaranı. Qalır 7 qara, yəni bir dənəsi çıxdı, qaldı 7 qara. Və 5 dənə də sarı qaldı, düzdür? Hazırda torbada 12 top var, 5 ilə 7-nin cəmi 12 eləyir. Və çıxarılan şarın qara olmasını axtarıramsa, məxrəcə bütün halların sayını yazdım. Surətə isə sadəcə axtardığım rəngi, yəni qaranı axtarıram deyə qaranı yazacağam. Cavab olacaq 12'də 7'ye bərabər. C variantı 12'də 7 bizim doğru cavabımızdır. Baxa bilərsiniz, bugün imtahana düşən sualın eyni tipindən, ədədlər, rəqəmlər dəyişə bilər, rənglər dəyişə bilər, amma tip eynidir. Baxın, FES Akademinin kitabında, deməli səhifə 139'da 21-ci sual tipi, baxın 7 sarı, 11 qırmızı var. Qutudan birini çıxartdılar, bu top sarıdır. Sonra qutudan yenə çıxartdılar və o topun qırmızı olma ehtimalı. Yəni rənglər dəyişib, rəqəmlər dəyişib, amma bunu yaza bilirsənsə, onu da yaza bilərsən. Eyni məntiqdir. Yəni kitabda eyni tipdən dəfələrlə biz suallar sizlərlə işləmişik. Siz də işləsəz, yəni çox çətin bir mövzu deyil, çətin suallar deyil. 75-ci sual da həmin imtahan sual tipindəndir. 7 yaş, 9 yaşıl 17 qırmızı var. Bir dənə top çıxarırlar, kənara qoyurlar. Qalan yenə çıxarılan topun, nə bilim, filan rəng olma ehtimalı. Eyni sual tipi olduğu kimi, yəni rəqəmlər və sözlər dəyişmək etibarilə eyni düşür. Yəni biz sizə bildirirdik ki, əgər tip olaraq məsələn filan tipi yaza bilirsənsə, gedib oradakı sualı da inşallah yaza biləcəksən. Şükür Allah ki, müdavimlərimiz də yaza biliblər. Kitabın şəklində sizlər üçün göstərirəm. Bütün kitab mağazalarından bu kitabı əldə edə bilərsiniz. İndiyə qədər olmuş bütün baza sualları, bütün çərçivə sənədə əhatə edən suallar və mövzular bu kitabda öz əksini tapır. Baxaq 3-cü imtahan sualımıza. Bu PDF-də işlətdiyim suallar hamısı 2026-cı il 10 may tarixində olmuş suallardır. 2 ədədi 380 olan şirniyyat var. Tez bir ədədini tapın. 380-i 2-yə bölürəm. Bir dənəsi oldu 190 qəpik. 1 manat 90 qəpik. Və bir dənəsi 150 qəpik olan, 1 manat 50 qəpik olan kökənin hər birindən 5 ədəd alındı. Aha, şirniyyatdan da 5 dənə alınıb. Kökədən də 5 dənə alınıb. Gəlin baxaq. Deməli, şirniyyatın biri 1.90'dır. Bundan 5 dənə alınıb. Bərabərdir 0. 4 yazdım. Daha sonra 5 yazdım 4 yadda. 950 qəpik bu elədi. 5 dənə şirniyyat. Kökənin də biri 1.50'dirsə, bundan da 5 dənə alsa 7.50 də kökə eləyəcək. Cəmi şirniyyat və kökəyə 0 yazdım 1 yadda. 17 manat pul verib. 17 manat cəmi pul verib. Və bu adamın cibində 7 manat 20 qəpik pul qalıb. Deməli 17 manat, yəni 1700 qəpik 17 manatdır. 17 manat xərcləyib 7 manat 20 qəpik qalıb. Deməli bunun əvvəldən cibində
24 manat 20 qəpik pul var imiş. Yəni C variantı bizim doğru cavabımızdır. Bu arada bizim dərslərimizə qoşulmaq üçün 055 527 2599 WhatsApp nömrəsindən yaza bilərsiniz. 4-cü sual. Uzunluğu 8 metr, eni 5 metr olan düzbucaqlının perimetri neçədir? Eyni sual tiplərindən dəfələrlə biz FES-in kitabında da sizlərə göstərmişik, işləmişik. Hər dəfə açıb göstərmək istəmirəm, vaxtımız getməsin. 8 metr uzunluğudur, 5 metr enidir. Perimetrinizi tapılır. Eni və uzunluğun topla, vur 2-yə. Bərabərdir 26 metr. Şifahi bir sual. Nə qədər müəllimləri inandırmağa çalışsaq da ki, imtahanda elə sual olacaq ki, saniyələr içərisində yazacaqsınız, inanmırdılar. Çünki onları qorxudurdular, gözləri qorxmuşdu və ona görə izah eləmək istəyirəm ki, imtahana lap çətin sual salınsa belə, sən o sualdan qorxmadan getsən, rahatlıqla yaza bilərsiniz. Deməli, bizə ədədlər verilib. Bu rəqəmlərdən yaranan ən böyük tək ədədin onluq mərtəbəsində neçə vahid var? Ən böyük tək ədədi yaratmaq üçün ən böyükləri qabağa yazın. 5, 4. İndi mən bu 3-ü yazsam, bunu tək eləyə bilməyəcəm də. Məcburam 2-ni yazıram qabağa. 2, 0 və 3. Çünki sonu tək olmalıdır axı. Ən böyük tək budur. Bundan daha böyük tək yarada bilərəmmi? Yox, yarada bilmirəm. Varsa ideyanız yaza bilərsiniz. Deməli, ən böyük tək ədədin onluq mərtəbəsində neçə vahid var? Təklik, onluq mərtəbəsində 0 dənə vahid var. B variantı bizim doğru cavabımızdır. Təbii ki, bu sualları müəllimlərimiz imtahandan çıxandan sonra bizə bildiriblər. Əgər sizin də qarşınıza başqa sual çıxıbsa və olduğu kimi yadınızdadırsa, mütləq videonun rəy bölməsində bunu qeyd etməyi unutmayın. Baxaq 6-cı sualı və bu sualın eynisini FES-in kitabında ədədi dəyişmiş formasını göstərəcəm sizə. Sahəsi 144 olan kvadratdır. Bir dənə kvadratımız var. Sahəsi S bərabərdir 144. Əgər sahə 144-dürsə, tərəf olur 12 sm. Tərəfi oldu 12 sm. Tərəfi 12-dirsə, bunun daxilinə çəkilmiş kvadratın çevrənin radiusu nə qədərdir? Baxın, kvadratın daxilinə çevrə çəkilibsə və bu çevrənin, diqqətli olun, radiusu soruşulursa, bilin ki, tərəfin yarısıdır. 12 sm-nin yarısı 6 sm eləyəcək. Doğru cavabımız olacaq C variantı. 6 sm-ə bərabər. İndi ola bilər imtahanda bunu 6 sm istəməsin, millimetr istəsin, 60 millimetr və s. İndi sualı bizə bu formada bildiriblər deyə biz də belə paylaşmışıq. Yəni necə düşür-düşsün, kvadratla çevrə arasında belə bir əlaqəni öyrənmişik və eyni sualdan da sizlərlə dəfələrlə işləmişik. Bugün imtahana düşən sualın eynisindən, baxın, FES-in kitabında səhifə 63, baxa bilərsiniz, 6-cı sual. İmtahanda bu 144 düşüb, biz 64 ilə vermişik. Eyni şeydir. Kvadrat daxilinə çəkilmiş çevrənin radiusunu soruşur. İmtahandakı 144 idi, biz isə 64 vermişik. İndi ədədin dəyişməsini hər bir zaman nəzərə almaq lazımdır. Yəni tip olaraq tipi bildinsə, gedib oradakı sualda yaza biləcəksən. Keçdik 7-ci sualımıza. 35 bölünsün 7 bərabər x qalıq ifadəsində qalığı tapın. Təbii ki, 35 7-yə qalıqsız bölünür 5, qalıq 0. Yəni burada qalıq qalmır. D variantı 0 bizim cavabımızdır. 8-ci sual. Deməli, bizə verilib bir ədəd 5 milyon 498 min 594 ədədində neçə minlik var? Baxın, minliyin sayını soruşur. Neçə minlik var? Mində 3 dənə 0 olduğuna görə sağdan 3 dənə ədədi silirik. Bu qədər minlik var. 5498 dənə minlik var. E variantı bizim doğru cavabımızdır. Bu sual tipindən də FES-in kitabı səhifə 3-də, baxın elə, məsələn, biz başqa balaca ədəd vermişik, ədədində neçə minlik var. Yəni, qaydanı bilirsənsə, bunu yaza bilirsənsə, imtahandakı sualda yaza biləcəksən. Gəldi 9-cu suala, sizin sevimli mövzunuz olan kater məsələsinə. Sürəti 16 olan kater axın ilə 4 saat, axına qarşı 5 saat getmişdir. Çayın axma sürəti 4 olarsa, ümumilikdə yolu tap. Baxın, axın ilə deyəndə katerinin çayı toplayıram, 16 ilə 4-ü topladım və axın ilə zamana 4-ə vurdum. 16 üstəgəl 4, 20, 20-ni 4-ə vurdum, 80. Axına qarşı gedəndə 16-dan 4-ü çıxıram, 12, vururam 5-ə. Elədi 60. Və ikisi birlikdə 80 üstəgəl 60, cəmi nə qədər yol gedib? 140 kilometr yol gedib. C variantı 140-a bərabərdir. Eyni sualdan FES Akademinin kitabında kater məsələlərində uyğun tiplər var. Yəni, demirəm, sırf ancaq bizim kitabdan sallar və s. Xeyr. Sadəcə düşə biləcək və düşmüş olan bütün tiplərin hamısını sizlər üçün bir kitabda cəmləşdirmişik ki, bir dənə kitab işləməklə siz artıq imtahana tam rahat formada hazır olasınız. Rahat sual da var, orta sual da var, çətin sual. Hər sualı sizlər üçün təyin eləmişik ki, yəni müdavim müəllim artıq belə deyək də
çox vəsait işləyib özünü yormasın. Bir kitab işləməklə artıq imtahana tam hazır olsun. 10-cu sualımız qarşı-qarşıya hərəkət edən sürətləri 70 və 90 olan iki avtomobil 480 km yolu neçə saata gedər? Baxın, 70 ilə 90-ı toplayaram, qarşı-qarşıya hərəkət. Nə qədər eləyər? 160 eləyər və 480-i 160-a bölərəm. Bərabərdir 3 saat bizim doğru cavabımızdır. D variant 3 doğru cavabdır. Eyni sual tipi, bunun ədədləri də ona oxşardır. 30-cu səhifədə, Fizik Akademinin kitabı 30-cu səhifədə 10-cu sualda var. Elə burada da 480 kilometrdir. Birinin sürəti 90, biri 70 və neçə saatdan sonra görüşərlər? Yenə eyni cavabdır. Yəni cümlələr dəyişir, yerləri dəyişir, məna eyni qalır, ədədlər də dəyişə bilər, dəyişməyə də bilər. Yəni məntiqi eyni olan sualları görə bilərsiniz. 11-ci sualımız, ata saat 17:50-də evdən çıxdı, 8 saat işlədikdən sonra evə qayıtdı. İşə gedib gəlməyə 50 dəqiqə vaxt sərf etdi. Ata saat neçədə evə gəlir? Bu sual tipi əvvəlki illərdə də imtahanda olub. Yəqin ki, bunu imtahan öncəsi hər biriniz işləmisiniz. Çünki biz ödənişli qruplarımızda bunu dəfələrlə işlətdik və eyni sualda olduğu kimi gedib imtahana düşüb. Çünki köhnə baza suallarındandır. Təbii ki, əslində ixtisasımıza aid olan sualdır. Yəni bu sınaqdan, bu mövzudan və yaxud da bu imtahandan heç kəs şikayət edə bilməz. Çünki sırf yəni İbtidai Sinif müəlliminin ixtisasına uyğun olan suallar salınıb. Saat 17:50-də evdən çıxdı. Yazdım bura. 17:50-də evdən çıxdı. 8 saat işlədikdən sonra evə qayıtdı. Üstəgəl 8 saat işlədi. 25:50 oldu. Və işə gedib gəlməyə 50 dəqiqə vaxt sərf elədi. Üstəgəl 50 dəqiqədə bunun işə gedib gəlməyə. Bu elədi 25 100. 100 dəqiqənin 1 saatını, yəni 60 dəqiqəsini götürürəm. 26 saat 40 dəqiqə eləyirəm. 26 saat anlayışı yoxdur axı. Yəni 24 saatdan sonra gün təkrarlanır. Ona görə 26 saatdan 24 saatı çıxıram. Bilirəm ki, gecə saat 02:40-a bərabərdir. Yəni A variantı 02:40 bizim doğru cavabımızdır. Belə əziz izləyicilərimiz, bu bizim əlimizdə olan müdavimlərin bizə göndərdiyi sual tipləridir. Əgər sizin də əlinizdə başqa suallar varsa, videonun rəy bölməsinə yazaraq o suallara cavab ala bilərsiniz. 055 527 25 99 WhatsApp nömrəsinə yazaraq bizim dərs qruplarımıza qoşula bilərsiniz. Həmçinin kitabımızı da bütün kitab mağazalarını əldə edə bilərsiniz və bu kitabı işləməklə imtahana tam hazır formada gedə bilərsiniz. Son olaraq bir daha əlimizdə hazırda olan nəticələrimizi paylaşırıq. Çünki hardasa siyahı çox böyükdür və axşama qədər inşallah toparlanıb hamısı Fizik Akademi Instagram hesabında paylaşılacaq. 2 nəfər 60 balımız var. Digər 59'lar, 58'lər. Təbii ki, siyahımız yenə inşallah daha uzun olacaq. Bütün Naxçıvan müəllimlərini təbrik edirəm. Uğur qazanan hər birlərini, yəni bundan sonraki iş həyatında da uğurlar arzulayıram. Və videonun rəy bölməsinə də siz neçə bal toplamısınız onu da yazmaqla digər yoldaşlarınıza da motivasiya ola bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşərik. Hələlik.